Yəni bilin ki, nədir? İndi lüğəti terminlər mənim fikirlərimin tamamilə doğru olduğunu 100% təsdiq edəcək. Birinci, hayyə, yəni həyadan doğulmayan. Mənası kəbinsiz doğulanlar. Kəbin yoxdur burada. İskəndərin əmri ilə əskərlərin Pars qızları ilə evlənməsinə işarə edir. İkinci, hayır, dəyişmiş, dəyişilmiş, dəyişdirilmiş, maniyə, çəpər, hasar, əngəl, maniyə. Dəyişdirilmiş, dəyişmiş, bioloji dillə calaq edilmiş. Üçüncü, hayır, qorxunç, hövlang, alçmış, azdırılmış nəsil. Dördüncü, hayır, nəticəsi qorxunç və faciə ilə qurtaran. Bəli, bunlar yaşadığı dövrdə faciələr olacaq, axıra qədər bunlar dönən deyil. Şakir, mən bu ərəb-fars lüğətinə görədir. Bəli, bunlar ərəb-fars sözləri lüğətindədir. Beşinci, hayır, şaşan və çaşdırıcı. Çaşqınlıqdır bunlar. Onun bunun sözü ilə, ya Fransanın, ya Rusiyanın hərəkətləri ilə, təsiri ilə müxtəlif manevrlər edir və nəticəsində qorxunc, pis, çaşqınlıq. Altıncı, hayç, həyəcanlandıran, narahat edən, qızdırıcı, coşdurucu. Bəli, bütün elementlər bax bu adlardadır. Bunlar ermənilərə məxsusdur. Özləri də bilsin. İndi ikinci mərhələdə isə həqqi mahiyyətə baxaq. Hayyə, yəni həyadan doğulmayanlar, kəbinsiz doğulanlar. Haylar dünyada ilk nəsil idi ki, kəbinsiz doğuldu. İkinci, hayl, dəyişmiş, dəyişdirilmiş, bioloji dillə calaq edilmiş. Bəli, gələcəkdə şərqi təsir altında saxlamaq üçün bu nəsillər məqsədli şəkildə dünyaya gətirildi. İskəndər tərəfindən. Yerli xalqın fəaliyyətini və idarəçiliyini məhdudlaşdırmaq üçün bu Türk dünyası üçün əngəl, maniyə törədən ilk mənfi mənəvi hasar. Üçüncü, hayır, qorxunç, azmış, azdırılmış. Bəli, bu nəsil azdırılmış, süni yaradılmış nəsil idi ki, başqalarına gələcəkdə bəlalar gətirmək üçün dünyaya gəldilər. Dördüncü, hailə, nəticəsi qorxunc və faciə ilə qurtaran. Bəli, bu lüğəti termin necə müdriklikdən deyilmişdir ki, bugün özünü real şəkildə göstərir. Haylar farslardan başqa bütün qonşularının haradan olmasından asılı olaraq həqqi mənada bəlasıdır. Beşinci, hayır, coşan və çaşdırıcı, yəni birinci növbədə təsir altında olması ilə bağlı öz xalqına əzablar gətirməklə, bəli, minlərlə günahsız gənclər getdi müharibələrdə.